Ola bilər ki, Şah İsmayıl türk dilindən istifadə etsin. Yenə deyirəm, ona türkcə qoşulan insanlar var idi. Bəlkə də mümkündür ki, onları özünə cəlb etmək üçün bunları edibdi. Lakin bu mülahizə üzərindən guya Şah İsmayılın türk olduğunu demək çox axmaq bir şeydir. Yenə deyirəm, Şah İsmayıl bir İranlı idi. İranlı əqidəsi daşıyırdı və o bir Talış əqidəsi daşıyırdı. Həmçinin Talışların arasında böyüyübdü. Müəllimləri Talış olubdu, onun ulu babası Talışdı. Səfəvilərə təsir etmiş digər Şeyx Zahid Gilani də Talış olubdu. Onun ulu babaları Talışca yazıbdı. Yəni burada Şah İsmayılın bir Talış olduğu açıq görünür. Həmçinin Şah İsmayılın dövründə Talışlar yeganə yer idi ki, yəni Talışların yaşadığı yerlər, onların özünə məxsus muxtariyyatı var idi. Yəni tamamilə Səfəvilərə tabe deyildilər. Düzdür, Səfəvilər tərəfində döyüşürdülər, amma özlərinin müstəqil qərar vermə imkanları var idi. Yəni bunu Şah İsmayıl niyə etsin? Çünki özünün başlanğıcı oradır və hörmət edirlər. Və bu sonrakı Şah Abbasın dövrünə qədər davam eləyib. Yəni Talışlar daha böyük muxtariyyət altında yaşayıblar. Şah Abbasın siyasəti isə ondan ibarət olub ki, bu muxtariyyatı onların əlindən alıb dövləti mərkəzləşdirməyə başlayıb. Yəni mərkəzdən idarə etməyə başlayıb. Amma Şah İsmayılın dövründə yenə deyirəm, bu çox açıq faktlardır. Bunu çox biabırçı haldır ki, bunu Azərbaycanda araşdıranlar yoxdur. Bu bizim akademik institutlarımıza bir təhqirdir. Talışlar böyük bir muxtariyyət olubdu və baş hakimiyyətdən asılı olmayıblar. Əksinə Talışlar çox güclü şəkildə Səfəvi hakimiyyətinə təsir edən qüvvə olublar. Həm bunun ideoloji, həm də hərbi qanadlarında Talışlar böyük təmsil olunublar. Bütün bunlar faktlardır və Şah İsmayılın da Səfəvilərin də bir Talış dövləti olduğunu açıq göstərir.